5-ci sual. Monitorda istənilən rəng hansı üç əsas rəngin qarşılığından alınır? Nəzəriyyədən də bildiyimiz kimi, monitorda istənilən rəng R, G, B rəng modelinin nəticəsində alınır. Yəni, red, green və blue. Red qırmızı rəngdir, green yaşıl rəngdir, blue isə göy rəngdir. Doğru cavabımız D bəndidir. 6-cı suala tanış olaq. Simik palitrasının əsas rəngləri hansıdır? Simik palitrasındakı rənglər siyan, magenta, yellow və blackdir. C, M, Y və black'in sonuncu hərfi. Yəni, AB, bənövşəyi, sarı və qara. Doğru cavabımız Y bəndidir.